Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir həm toxunması asan, həm də çox gözəl görünən bir naxşı göstərmək istəyirəm. Bu naxşı tək ilməklərdir hamısı. 2 də kənar ilməkdir. Neçə ilmək istəsəz yığa bilərsiniz. Bunu da jiletə, jaketə, papağa, svitrə, nə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün. Bunun rezinka hissəsi mən bir tərs, bir düz toxumuşam. Belə. Siz nə tərs istəyirsiniz, o cür də toxuya bilərsiniz. Buna görə mən indi ilməkləri elə bir 16, 2 dənə də kənar ilmək, 18 ilmək götürəcəm. Milmin üstünə. Belə bir milmi götürürəm. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmek götürdüm burada. Buradan da bir düğün atıram. Mən rezinka toxumuram. Kim hansı rezinkanı istəyir, o cürdə toxuya bilər. İndi buradan başlayıram birinci. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə. Bir tərs, bir düz. Yenə bir tərs, bir düz. Axıra qədər bu cür toxuyuram hamısına. Bir tərs, bir düz. Belə. Tərs düzdən də yenə indi bu tərsləri düz götürürəm. Düzləri tərs. Yerlərini dəyişirəm. Yenə bir tərs, bir düz. Başlanğıcda dəyişirik, dağıyacam, artıq ilməklər hamısı düz gəlir. Yenə tərsləri düz, düzləri də tərs toxuyuruq arxa üzdən. Düz üzüdür, düz üzdən yenə də dəyişirəm yerlərin. Tərsləri düz, düzləri tərs. Hər iki üzdən elə dəyişirik yerlərin. Bu naxışdan rezinka hissəsini də toxuya bilərsiniz. Rezinka hissəsində də toxuyanda da çox gözəl görünür. Jaket toxuyanda ya sviter ətək hissəsində rezinka hissəsini bu cür toxuyanda daha gözəl görünür. Bu yüzden yenə bir sıra toxudum. Yəni 2 sıra düz üzdən toxudum, 2 sıra da tərs üzdən.
Bu hissəni 6 sırada toxuya bilərsiniz, 8 sırada toxuya bilər. Kim nə qədər istəyir, o qədər toxuya bilər. Mən indi 4 sıra toxudum burada. İndi buradan kənarı götürürəm, qalan ilməkləri düz toxuyuram hamısını. Arxa üzdən də yenə hamısını tərs toxuyuram. İndi burada düz üzüdür. Birinci ilməyi götürürəm. Burada 2 ilməkdən bir ilmək çıxardıram. Bu ilməyin içindən yenə bir ilmək də çıxardıram. Sonra bir artırma edirəm. Sonra yenə bu 2 ilməkdən bir ilmək çıxardıram. Bu ilməyin içindən də bir dəfə də çıxardıram. Yenə birini artırıram. 2 ilməkdən birini çıxardım. Bu ilməyin içindən yenə bir ilmək çıxardım. Yenə bir artırdım. Axıra qədər formada toxuyuram hamısını. İkisindən birini çıxardım. Formada arxa tərəfdən indi kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənardakını da yenə tərs toxudum. İndi buradan düz üzüdür. Kənarı tərs götürürəm. Qalan ilməkləri yenə düz toxuyuram hamısını bir sıra. Kənarı da tərs toxudum. Arxa tərəfdən yenə ilməkləri hamısını tərs toxuyuram. Kənarı götürdüm. Qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram.
İndi arxa üzdən yenə hamısını tərs toxuyuram. Belə formada. Yenə indi buradan bütün ilməkləri hamısını bir tərs, bir düz toxuyuruq. Birinci tərsi götürdüm. Bir düz, bir tərs. Birinci sırada necə başlamışdıqsa, o cür toxuyuruq hamısını. İndi arxa tərəfdən yenə kənarı götürdüm. Bu düzü tərs toxuyuram. Tərsi düz. Yenə tərsləri düz toxuyuram, düzləri tərs. Belə bir tumurcuqlar alınır. Çox qəşəng görünür. Toxuyanda jilet, ceket. İndi buradan bir sıra yenə düz üzdən toxuyuruq. Bir sıra da arxa üzdən yenə bu düz ilməkləri başlayırıq toxumağa. Belə. Bunu nə qədər istəsəniz toxuya bilərsiniz. Məsələn, buradan toxumuşam. İndi təzədən bu naxışı buradan, sonra təzədən bunu belə axıra qədər toxuyuruq. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.